Bu dörd xalqı ki, mən elə belə demirəm də, ən təhlükəli xalqlar, ən bir zərərçi, vredитель gəliblər də bu dünyaya. Bu aylardır farslar, Fələstin, ruslar. Bunların əməllərinə baxın necə oxşuyur. Ermənilərin əməllərini gördüyünüz Qarabağda, yəni bir dənə daş qoymayıblar salamatda demək olar. Qəbiristanlıq Qarabağ oxşuyurdu, Xirasimi, Naqaçari qəbiristanlıqdır. Yəni orada bir dənə salamat bir şey qoyublar. Necə dağıdırlar? Dinc əhalinin evlərini. Ruslar Ukraynada necə dinc əhalini vurmaq, dağıtmaqda həmin bir xəttdir də, görürsünüz necə oxşuyurlar. Və deməli, dinc əhalinin evləri bunlar üçün hərbi obyektdir. Hərbi obyekti vururlar. Bax belə, ağacı da, suyu da, necə ermənilər də, gölü də, meşəni də, yəni soyqırım demək olar. Daşını da bunlar dağıdır. Yəni Ukraynada qəbiristanlıq. İndi baxırsınız farsları, Hayfadır, şəhərləri, Tel Avivdir, nə günə qoyur da, Xirasima yalandır. Qəbiristanlığa oxşuyur. Tel Aviv o gözəl o yaranma. Bunlar elə bilirlər ki, Yahudini də, nə bilim, Türkü də belə məhv eləyəcəklər də şəhərlər. Şəhərlər dağılır, şəhərləri tikəcəklər. Burada nə var? Özü də yaradıcı xalqdır. Tikən, quran, bu millətləri məhv eləmək. Görün, dünyada hələ insanlara bax ki, yaradan, işləyən, qurur, elmi texnika ilə məşğul adamı deməli, ağıllı adamı məhv etmək istəyirlər. Harda dəli səfih, alçaq, o dəvəyin altına qadınlara pis baxan, eşşəyin altına dəvənin altına atmağa, bu millətləri necə müdafiə edirlər? Baş kəsmək, uşağın demək olar, uşağı atmaq, eşşəyin altına bilmirəm də. Görün, nə ilə məşğul, bunları saxlamaq istəyirlər. Ağıllı millətlərin ağıllı işlə məşğuldur. Tel Aviv nə gündədir, qəbiristanlıqla deməli. Özü də gedib, мы победили, biz qalib gəldik, farslar. Sevinirlər, ərəb dünyası sevinir. Nəysə, indi baxın bu nə edirlər? Bir farsdır, qonaqdır, alimdir, bilmirəm, kimdir. Gəlib Bakıdadır, siyasətçidir, nəysə. Verilişin altında gizlənən həqiqətlər, skrytая istina. Bu gizlənən həqiqətlərdə danışır, farsda özdə bizim bu xanım aparıcıya deyir ki, bax, mən bütün nə danışıram, onu verməlisiniz. Yəni, elə olmasın ki, axıracan sözümü kəsməyəsiniz, düzünü də verəsiniz nə danışıram. Mən də fikirləşirəm ki, bu görürsən, nə danışacaqdır bu fars. Mənə o farsları danışanda İrəvanda o qədər fikir vermirdim, cavan uşaq idi. Ermənilər deyirlər ki, bunlarda o kişi əxlaqsızı deyirlər. Bax, onlar olandır. Dünyanın o diplomatiyasının deməli, dünyanın özləri necə deyir, ayaqla ermənidir. Divana get. Raxtlar da belə deyirlər. Bizim dildə deyirlər, mənə də bağışlayın. Yəni, raxtlar bildiyinizdə nə deməkdir? Farslara, yəni, əxlaqsız diplomatiya, əxlaqsız xalq, bax, belə, bunların belə adlandırırlar. Amma biraz kobud şəkildə mənə də bağışlasınlar, yəni bunlar fahişə xalqdırlar. Bax belə, yəni bu qədər. Onlar belə şey. İndi gəlib nə deyir, danışır. Deyir ki, birinci Qarabağda yadınızdadır, İran, farslar şəhid oldular. Həmişə deyirdik ki, Qarabağ Azərbaycandır. Bizim topçular vurdular, dağıtdılar, onları qoymadılar. Nəysə da, bunların qoymamağıdır, baxın, görün. Qarabağa onda necə uduzduq, siz bizə dəstək oldu. Biri demirəm. Bəs onda necə ermənilər aldı Qarabağı?
vurmuşuq. Xameyni gəldi 90-cı illərdə 8 milyon Təbrizlilərin qabağında, Türk xalqının qabağında Xameyni deyir ki, Azərbaycanlılar biz sizlənik, biz beləyik, hər şey kömək edirik, çörək veririk, nə bilim, su veririk, kömək edirik Qarabağda. O Zəngəzur hamısı Azərbaycan torpağıdır, Qarabağ belədir. Xameyni nə var orada, hamı deyə bilər. Buradan verir deməli çörəyi bizə vaqonlarla, bir-iki dənə də silah, 100 dənə də fars indi öldü, ölmədi bilmirəm. Gedir sonra erməniyə deyir ki, bax ha, mən sənə verirəm silahı verirəm, vur günə. Bu da belə, burada nə var? Yaxşı, deyir ki, bu belə özünü doğrudur fars xalqı. Rast ki, doğrudursan, belə olubsan, onda siz bugünkü günü Xocalını gərək birinci siz tanıyaydınız. Tanıdınız yox. Zəngəzuru deyirsiniz ki, Ermənistandır, düzdür? Düzdür. O necə olur? Sən o gün Azərbaycan deyirsən, bugün Ermənistandır. Görün nə oyunur da. Yəni bu əxlaqsız xalqın o xarakteri, insanın xarakterini bilməlisən, sonra qiymətini verməlisən da. Bu da sənə bu qədim xalq hüquqları deyirlər də, bilirsiniz. Bu 500 ildir bunları yaradıb qoyublar. Millət kimi farsız deyir, biz gəldik görün. Sonra nədirsə yaxşıdır Xameyni. Deyir ki, biz ermənilərlə Fələstindir, Farsdır, erməni xalqın deməli mədəniyyəti, tarixi, onun taleyi birdir. Biz bir xalqıq. Qardaş, bunu bugün onlar deyirlər. Mahmud Abbas gələndə də elə deyirlər. Yasir Arafat da gəlib görüşəndə ermənilərlə, farslarla bir yerdə Xameyni ilə Yasir Arafat plan cızırmışlar ki, necə Təbrizi məhv eləsinlər, türkləri məhv eləsinlər, Qarabağda da erməniləri məhv eləsinlər. Ay fars. Bunu aparıcı gələ o belənki axırda onları elənki otuzdurardı yerinə. Bu Britaniya ilə Fransa bunları yaradıb da. Yəni bir bunların sifətinə demək lazımdır. Özləri də bilir ha. Bütün onların bu xalq, onların ələti kimi gəlibdir. Şah 25-ci ildə gətirdilər, sonra Xameyni gətirdilər. İndi də o alçaq, o atası ki, diri-diri Türk uşaqlarını atırmış kişinin ağzına, necə o Suriyada da Bəşir Əsədlər ata oğlu. Bax, o adamın oğlu istəyir Təbrizi gələ. Mən Təbrizlərə, ümumiyyətlə, Cənubi Azərbaycan ayağa qalxsın. Birinci farslar getməlidir hakimiyyətdən, türklər gəlməlidirlər. İkincisi də o şahın ayağı olmamalıdır. Əgər gəlirsə, özlərindən seçim yoxdursa, onda o Qacar nəslinin olan Babək Mirzə gəlsin. O prezident ola bilər, cəmaətlə, əsl, o bütün xalqlar üçün də yaxşıdır. Yəni, Türk olmalıdır hakimiyyətdə və Türk öz hakimiyyətini qaytarmalıdır Türkün torpağıdır. Türkün torpağında gətirib Farsı yaradıblar. Necə olur Farsın ömür boyu ayağının altında qalmalısan? Yaxşı, bu Türk razı oldu, dedi cəhənnəm indi. Bu Fars gəlibsə, qoy, əyib yox olsun, amma özlərini apara bilmədilər. Qoydular Azərbaycanı, dedi, onlar Fars da olsun, Kürd də olsun, erməni də olsun. Türk bunu həmişə deyir, kim istəyir olsun hakimiyyətdə, adam olsun, xidmət eləsin, satmasın türkü. Bunlar satırlar da. Azərbaycanda da satır, Türkiyədə də satır, Özbəkistanda da, Qırğızstanda da. Kimi qoyurlar, türkü satır. Bu türk neynəsin? Yaxşı, hansı milləti qoyur, bu millət satır. İndi Yunanlar Türkiyədə yığışır. Ərəblərdir, ermənilərdir, hamısı hakimiyyətdə. Parlamentdə hər yanda bunlardılar. Ondan bundan da arvadlarıdır da. Onlar da hamısı düşmandır. Deyir biz Yunanıq. Burada Türkiyədə bir dənə Türk yoxdur. Görün, nə gündədir? Türk də bugün İsrailə sürür. Sənin içində deyir ki, biz Türk deyilik. Parlamentdə otururlar. Nə bilim, o hakimiyyətdə o da deyir, biz Türk deyilik də.
Gəlib bunu İsraillə dava aparır. İsrail bunu deyir, Yahudi bunu deyir. Yahudi sən uşaqları aparır. Mənə bağışla nələr eləyirlər, arvadları isə nələr eləyirlər. Bu Yahudi eləyir, ya ərəb eləyir, ya fars eləyir. Bax bu farsları mən sonra 90-cı illərdə tanıdım ki, bunlar dünyanın ən əxlaqsız millətimişlər. Bunlar siz görürsünüz Türk xanımlarına qarşı bunlar necədirlər? Bu bilmirəm də bu mən o yadıma düşəndə ümumiyyətlə deyirəm indi bax bugünkü günü biz onlara necə dost, nə bilim qonşu deyəcəyik, yaşayacaq. Ya yenə də deyirəm türklər qayıtmalıdırlar hakimiyyətə. Bax bu görürsünüz necə doğrudur özünü oturub danışır. Xamenei deyir ki, taleyimiz bir deyil mənimlə, biz bir xalqıq. Yasir Arafat. Zəngəzuru da vermirik ki, ora Ermənistandır ha, burada. Xocalını da tanımır. Bu nə burada sən durubsan, yalanlar, biz belə köməklər deyirlər. Sizin köməyiniz olub ki, bizi məhv eləmək üçün eləyibsiniz. Bizə kömək eləyibsiniz ki, məhv eləyəsiniz. Azərbaycanın xalqı da bunu bilsin. Oturublar burada, farslar müsəlmandır. Bu müsəlman deyil, o Fələstin müsəlman deyil, türklər, hənə ağların başına gəlmiş ki, bilmir müsəlman nədir, kim müsəlmandır, kim xristiandır. Bax, bu qədər məsələ, bizi səhvi yerinə qoyurlar da, nə deyim valla. Bax, bu qədər.